Tədbir Aksafa şəhərinin mərkəzində 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsinə inşa edilmiş abidə kompleksində davam edib. Rayon İcra Hakimiyyətinin başçısı abidə önünə əklil qoyaraq şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra yüzlərlə Aksafa rayon ictimaiyyətinin nümayəndələri abidəni ziyarət edib, önünə tər çiçəklər düzüb. Tədbirdə çıxış edən Aksafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd edib ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış şanlı zəfər yürüşümüzün Vətən müharibəsinin başlanmasından 5 il keçir. Məhz 2020-ci ilin payızında Azərbaycan ordusunun əsgərindən yüksək rütbəli zabitinədək hər bir mənsubu öz canı, qanı bahasına 30 ildən sonra təqvimdəki işğal tarixlərini qələbə günləri ilə əvəz etdi. Qədri-bilən Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini, cəsarətini və fədakarlığını yüksək qiymətləndirir, müqəddəs amal uğrunda gözünü belə qırpmadan canından keçən şəhidlərimizin əziz xatirəsini uca tutur. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, silahlı qüvvələrimizin peşəkarlığının, ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Rayon rəhbəri həmçinin bildirib ki, Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün sentyabrın 27-sinin anım günü kimi qeyd edilməsinə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bizim balalarımız da getdi, torpaqlarımızı azad elədi, çox şərəflidir, həm ağırdır bizim üçün, həm şərəflidir. Mən özüm 1-ci Qarabağ veteranıyam, Qarabağ döyüşçüsü olmuşam. Neçə illərdir biraz gözü kölgəli idik, torpaqlarımız işğal altındaydı. Ancaq bugün qürurla gəzirik. Torpağımız azaddır. Allah prezidentimizi qorusun, prezidentimizin yumruğu altında gənclərimiz birləşdi, canlarından keçdi, sağlamlığını itirdilər. Allah qazilərimizə can sağlığı versin, şəfa versin. Bizim şəhid balalarımız qanı canı hesabına torpaqlarımızı azad elədi. Nəhayət Qarabağ Azərbaycandır. Ölkəmizdə bütün 27 sentyabr anım günü bütün ölkəmizdə, bütün rayonlarda qeyd olunduğu kimi Aksafa rayonunda izdihamla qeyd olunur, ziyarət olunur, şəhidlərimizin abidələri, qəbirüstü məzarları ziyarət olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Saat 12:00-da avtomobillər yüksək səsli siqnalları ilə şəhidlərimizin xatirəsini bir dəqiqəlik anıblar. Elvin Qudratov, Kamran Əskiparalı, Amin Qəhrəmanov, bugün informasiya proqramı üçün.